Deyir, günah pisdir. Amma günahı yüngülləşdirmək ondan pisdir. Niyə? Çünki günah yüngülləşsə, insan onu davamlı eləməlidir. Allahın qəhr-i qəzəbi var o kəsə ki, günah eləyir və günahını yüngül hesab edir. Məsələn, adam gedir, naməhrəmə baxır, məsələn, misal olaraq. Deyirsən, bu iş pisdir, bu işi görmə. Bunun əvəzinə ki, deyər, məsələn, səhv eləmişəm, ilahi məni bağışla, deyir, nə iş görmüşəm, gedib zina eləməmişəm ki, cəmaat zina eləyir. Mən nə iş görmüşəm ki? Yəni, öz günahını kiçik hesab eləyir, öz günahını böyük görmür. Və yaxud, məsələn, gedir bir xırda pul oğurluyur, deyirsən, bu iş günahdır, olmaz. Bir cəmaat bank yarır, milyonlar oğurluyur, mən nə iş gördüm, getdim, mən də bu qədər iş gördüm. Yəni, öz günahına tövbə eləmək əvəzinə, günahını nədir? Öz gözündə istəyir kiçik görə. Yəni, elə bir səhvi ondan böyük bir səhvlə müqayisə eləyərək öz səhvini kiçik hesab eləmək. Bu nədir? Ən böyük günahdır. Əmir-əl-Mömininin hədisi var, buyurur, əşəddüz-zunub məstəhənə bihi sahibuhu. Deyir, ən pis günah o günahdır ki, insan onu kiçik hesab eləyir. Yəni, günahı kiçik hesab eləmək, günahın özündən nədir? Pisdir. Deyir, Allah Taala'nın qəhr-i qəzəbi var o kəsə ki, günah eləyir, tövbə eləmək əvəzinə o günahını yüngülləşdirir öz gözündə. İndi öz aləmində yəqin deyir ki, biraz yüngülləşdirim, özümə məsələn ürək, dirək verim. Yox, əksinə bu işi xarab edir. Məsələn, biz dualarda baxırıq, Komel duasında, iftitah duasında və digər dualarda görürsən, bəndə etiraf eləyir və bağışlanmaq diləyir. Bu pis hal deyil, bu yaxşı haldır. İnsan etiraf edir, ilahi, mən pis iş gördüm. Bilirəm də pis iş görmüşəm. Amma bu pis işimin qarşısında səndən bağışlanmaq diləyirəm. Deyir, pisi daha pisləşdirmə. Pis iş görmüşəm, tövbə eləyirəm, ilahi məni bağışla. Komel duasında bir dənə hissə var. Buyurur, Ya Rəbb, irhəm zəfə bədəni və riqqətə cildi və diqqətə əzmi. Deyir, ey mənim Allahım, ilahi, mənə rəhm elə, bədənimin zəifliyinə, dərimin nazikliyinə və sümüyümün incəliyinə. Mənə rəhm elə, mən belə bir zəif məxluqatam. Dərim nazikdir, sümüklərim incədir. Mən belə soyuq olsa tez şüyərəm, isti olsa tez canım istilənər. Biz belə zəif məxluqatıq. Biraz hava soyusun, vay, donduq. Biraz hava qızsın, tez kondisioneri qurun, vay, pişdik. İnsan belə zəif məxluqatdır. Deyir, amma etiraf edir, deyir, bu zəifliyimlə cürət eləmişəm, bu zəifliyimlə qələt eləmişəm, bu zəifliyimlə sənin qarşında böyük səhvlərə yol vermişəm, böyük xətalara yol vermişəm. Amma ümidim var, sən bağışlayasan.